Salam dostlar, bu günləri biz Hexabox-da Mirai maşınının enumeration ilə məşğul olacağıq və indi həmişə olduğu kimi ilkin olaraq deyirəm ki, testdə tədris olunan texnika və texnologiyalar yalnız tədris üçün nəzərdə tutulub, digər maşınlarda istifadəsi qəti qadağandır. İndi isə başlayaq. İlk öncə IP-mizə baxırıq. IP-miz 48-dir. Mən daxil oldum, heç bir nəticə əldə edə bilmədim. Beləsin. Çıxaq ki. Okay. İlk öncə nə etdim? Bunu deyək. Mən birinci etdiyim nmap idi. 8-dir də, aha. 48-i edirik. İkinci mərhələdə dirb ilə mən dirbdən istifadə edirəm. GoBuster'dan da istifadə edə bilərsiniz. Baxır, yəni bu maşınlara o qədər də çox sürətli bir şey lazım deyil. Burada ancaq gözümüzə ilişən ancaq admindir. Yəni IP-dən sonra gələn link admin. Bu nə cürdür? Aha. Daxil olduq admin panelinə. Admin panelində bunun versiyası haqqındadır. P-Fall version. Bunları artıq araşdırmışam. Ortada elə də qeyri-adi bir şey yox idi. Burada yəni parol nəzərdə tutulmuşdu. Google-da axtarış verəndə bizdə burada by default login P, password isə Raspberry gedir. İndi login gedir, biraz vaxt aparır. Mən o passwordu da, yəni Raspberry-ni də buraya yazdım. Amma o da yəni qəbul etmədi də sistem. Amma bizdə login parol varsa, həmişə standart olaraq sual nədir? Mən login parolum var, amma hara istifadə edəcəyimi bilmirəm də. Yəni CTF-lərdə ən çox nəzərdə tutulan sual budur. Mən nə etdim? Əgər mənim login parolum varsa, niyə mən bunu bura tətbiq etməyim? Aha. Enter'ə sıxdım. Verdi. Raspberry yazan kimi, aha. Mən artıq sistemdəyəm. Mən user hash'imi tapmışam, amma burada belə deyək də, məsələn, keçən dəfəki maşında olduğu kimi edəndə, aha, giririk root'a. Burada biraz başqa cür olacaq. Mən üçün cat to root yazsam, yazacaq ki, I lost my original root.txt. I think I may have a backup on my USB stick. Burada sizin Linux biliklərinizə ehtiyac var. USB stick varsa, biz hara daxil olmalıyıq? Tak, burada deyil. Biz daxil olmalıyıq məncə mediaya. Okay. Girdik, USB stick var burada. Aha. ls cat damnit.txt. Aha, deyir ki, sorry, I accidentally deleted your files off the USB stick. Do you know if there any way to get them back? Deyir ki, deməli mən bu faylı silmişəm. Bəlkə sən bilərsən bu məlumatı necə geri qaytarmaq olar. Yenə də gəlir burada belə deyək də dirənir hara? Siz faylları harda silinəndə harda ola bilmə məsələsi var. Burada belə bir şey var. Dev SGB. Bu da bizim hash'imiz. Biraz belə deyək. Bunu tapmaq üçün siz gərək Linux'un əsaslarını öyrənəsiniz ki, fayllar harda yerləşir, hansı fayllar harda ola bilər
və onları necə idarə edə bilərsiniz. Bu açar, belə deyək, bu artıq getdikcə asan səviyyədən yavaş-yavaş qalxmağa başlayır. Və siz bunu öyrənməlisiniz, siz bunu bilməlisiniz ki, Linux'un fayl strukturu necə qurulub. Ümid edirəm ki, video sizə yardımcı olacaq. Yenə deyirəm, dərslər sırf tədris üçün nəzərdə tutulub. Yalnız TryHackMe və Hexabox maşınlarında istifadə etmək üçün nəzərdə tutulub. Bəyəndinizsə like, komment yazmağı unutmayın. Dostlarınızla paylaşmağı da əlbəttə ki unutmayın. Gələn görüşlərədək.